Paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospektində tikinti materialları mağazası və ambar yanıb. Yanğında əsasən boya məhsulları yanıb. Artıq yanğınla bağlı qərargahda yaradılıb. Əməkdaşlarımız hadisə yerindən sujet hazırlayıblar, bərabər izləyək. Yanğın Xırdavat mağazasından başlayaraq qonşu tərəfdəki boya satışı mağazasına keçib, Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələrinin səylərinin nəticəsində isə yanğının digər qonşu mağazalara keçməsinin qarşısı alınıb. Arkada yangın baş verdi. Arkada o da toktan nəsə, bütün şitlər, bu obyektin şitləri orada elə bil mövcud idi. Onun sklatının arxasında, oradan da qaynaqlandı. Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin 18 ədəd texnika və 70 nəfərdən ibarət canlı qüvvəsi cəlb olunub. Yanğınla əlaqəli Nazirliyin qərargahı da yaradılıb. Yanğın nəticəsində 2 ədəd tikinti məhsulları satılan mağazanın 240 kvadrat sahədə 2 ədəd mağaza və arxasında 200 kvadrat metr olan sahəsi tikinti materialları ambarı yanmışdır. Yanğının baş verməsi səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılıb, əlavə məlumat veriləcək. Havanın küləkli olması yanğının söndürülməsi işlərini çətinləşdirsə də, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilib. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğın söndürmə, qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülüb. Hadisə zamanı bir nəfərə yerində ilkin tibbi yardım göstərilib. Günün ikinci yarısında obyektdə baş verən yanğın söndürülüb. Çox Nəriman deyilən dostumuz var, onun dükanına 1 milyon yarımlıq ən azından malı var idi. İndi qonşu dükanlarda onun kimi hərəsinin 300-500 min. Bunlar yəni elə belə dükanlar deyil də, yəni necə deyim, tanınmış, ümumilikdə bir 5 mağazinə zərər dəyib. Qeyd edək ki, yanğın ərazisində sahibkarlara məxsus mal materiallarının yanğından qorunması məqsədi ilə təhlükəsiz əraziyə daşınması təmin olunub. Diana Cəlali, Əfqan Bayramov, Spice xəbər.